Reklamlarda deyilənlər yalandır. Quru səhər yeməkləri reklam edildiyi qədər sağlam deyil. Bunu Amerikalı həkim Robert Schmerlingin Harvard Health Publishing üçün yazdığı yeni məqalədə bildirilib. Amerika Birləşmiş Ştatında uşaqların 1/4, böyüklərin isə yarısı müntəzəm olaraq bu tip hazır dənli yeməklərlə səhər yeməyi edir. Lakin 2025-ci ildə aparılmış geniş tədqiqat 600-dən çox növ quru səhər yeməyinin qida dəyərini təhlil edərək onların əksəriyyətinin yüksək şəkər, az protein və az lif tərkibli olduğu göstərilib. Əksər məşhur brendlərin məhsullarında kalori miqdarı aşağı göstərilir. Halbuki insanlar adətən 2 qat daha çox yeyir. Ürək üçün faydalı, vitaminlə zəngin və ya tam təbii kimi iddialar məhsulun real qida dəyərini əks etdirmir. Ən çox satılan məhsullar çox vaxt emal olunmuş və şəkərlə doludur. 2025-ci ilin mayında aparılan daha bir araşdırma isə 2010-2023-cü illər arasında uşaqlara satılan 1200 növ quru səhər yeməyinin tərkibində yağ, natrium və şəkərin artdığını, protein və lifin isə azaldığını aşkar edib. Mütəxəssis sağlam seçim üçün dənli səhər yeməyi alarkən bu qaydalara əməl etməyi tövsiyə eləyir. İlk ingredient tam taxıl olmalı. Porsiyada ən azı 2,5-5 qram arası lif, az şəkər və natrium. 150 kaloridən az enerji olmalıdır.